Əvvəlki videoda söz verdiyimiz kimi, bu videoda şər arqumentinin ikinci hissəsini çəkirik. Bu videoda çərçivəni bir qədər kiçildirəm, yəni Leibnizin və Clark'ın iddia etdiyi arqumentləri səsləndirəcəm və William Rowe'un bu arqumentlərə verdiyi cavabları bu video ərzində incələyəcəyik və videonun sonunda şərhlərdə qeyd edə bilərsiniz ki, sizə görə William Rowe'un yoxsa Leibniz və yaxud da Clark'ın arqumentləri hansı daha məntiqlidir? Gəlin görək Leibniz mümkün dünyaların ən yaxşısını yaradıb Tanrı iddiasını tam olaraq necə təməlləndirilir? Leibniz deyir ki, Tanrı hər şeyə gücü yetən, hər şeyi bilən və mütləq mərhəmət sahibi olan bir varlıqdır. Tanrı hal-hazırda mövcud olan kainatı yarat. Tanrı bu kainatı yaratmaya və ya daha pis bir kainat modeli yarada bilərdi. Tanrı hər şeyə gücü yetən və hər şeyi bilən varlıq olduğuna görə hansı ehtimalı olan dünyanın yaxşı olduğunu bilir və bu dünyanı yaratmağa qüdrəti çatır. Həmçinin mütləq mərhəmət və yaxşılıq sifətinə sahib olduğu üçün ən yaxşı, ən mükəmməl kainatı yaratmağı seçir və sonuncu olaraq da nəticədə Tanrı yarada biləcəyi ən mükəmməl kainat modelini yarada bilir və yaradıb. Leibnizin bu iddiaları şər arqumenti üçün ilk baxışdan məntiqli cavab olaraq görünsə də, William Rowe'un aşağıdakı fikir yürütmələrini nəzərə alsaq, əslində bu arqumentdə şər arqumentinə kifayət qədər ciddi cavab vermir. Gəlin bu nümunəyə baxaq. Əxlaqi cəhətdən yaxşı olan bir insan azad və iradəli şəkildə əlində olan ən yaxşı ehtimalda yaxşılığı etməyə çalışır. Amma halbuki o bunu etməyə və yaxud da əxlaqi cəhətdən daha pis bir addımı ata bilər. Onun mənfi bir nöqsan etməsi əxlaqında müəyyən qüsur olduğunu göstərir. Amma onun mənfi addım atma azadlığı yaxşı insan olduğuna xələl gətirmir. Bəs bu arqument Tanrıya da yönəldə bilərmi? Leibniz Tanrının azad şəkildə yaxşılıq edə bilməsini məhz bu arqumentlə izah etməyə çalışır. Amma gəlin görək ki, bu arqument də o qədər də uğurlu arqument deyil. Çünki insanın əxlaqi cəhətdən daha zəif, yəni daha mənfi və yaxud da daha yaxşı addımlar ata bilməsi normaldır və azaddır. Amma Tanrının mənfi olaraq addım ata bilməməsi onun öz sonsuz və mütləq mərhəmət sifəti ilə ziddiyyət təşkil edir. Yəni ümumiləşdirsək, insan hər vaxt, yəni ən yaxşı əxlaqa sahib olan bir insan belə öz əxlaqi xüsusiyyətindən kənara çıxıb mənfi əxlaq nümunəsi göstərə bilsə də, Tanrı öz xüsusiyyətindən dolayı heç vaxt mütləq kamilliyindən kənara çıxaraq öz mərhəmətini kənara qoyub şər əməl və yaxud da mənfi bir əxlaq nümunəsi göstərə bilməz. Yəni Tanrı bu anlayışları sonradan əldə etməyib. Necə ki, iki rəqəmi cütdür və bu onun zəruri xüsusiyyətidir. Eyni zamanda Tanrının mərhəmətli olması və şər pislik edə bilməməsi də onun zəruri xüsusiyyətidir. Yəni Tanrının kamilliyi onun təbiətinin ayrılmaz bir hissəsidir. Biz pislik edə bilsək də, Tanrı bu kamilliyindən kənara çıxa bilməyəcəyi üçün pis bir əməl edə bilməz. Əgər etsəydi, bu qeyri-mümkün olardı. Bəs Tanrı yalnızca ən yaxşı olanı seçə bilirsə, o zaman o öz seçimlərində necə olur ki, azad olur? Buna Leibniz fəlsəfəsində iki fərqli cavab mövcud. 1. Tanrı azaddır, yəni qərarları öz iradəsinə bağlıdır, hansı ki, kənardan heç bir təsir, zaman, məkan və ya başqa bir qüvvə onun qərarına, iradəsinə təsir edə bilmir. 2. Tanrının azad sayılması üçün alternativ olaraq seçim imkanı da ola bilməlidir. Yəni Tanrı mütləq və mümkün olan ən yaxşı addımı, ən yaxşı davranışı atırsa, eyni zamanda bu addımı ata bilməməsi, azadlığı da və alternativ seçim imkanı da onda mövcud olmalıdır. Gəlin birinci cavabı biraz incələyək görək bu cavab nə dərəcədə bizim sualımıza cavab verir. Birinci, bu cavabı qəbul etsək, o zaman suallarımız yenə cavabsız qalır və hansı ki, Tanrının azadlığı ilə bağlı verdiyimiz sual hələ də öz qüvvəsini saxlayır. Bir hərəkət o zaman azad olmuş olur ki, bu hərəkəti etmək və ya etməmək eyni zamanda da qüvvədə olsun. Leibniz əlbəttə bu problemin fərqində idi. Buna görə də zərurət anlayışını 3 hissəyə bölünürdü. Tam zərurət, əxlaqi zərurət və fiziki zərurət. Leibnizə görə Tanrı etdiyi davranışı tam zəruri olaraq edə bilməsə də, onu əxlaqi olaraq zəruri edir. Yəni Leibnizin iddiasına görə Tanrının bir yaxşını seçməsinin tam zəruri bir cavabı olmasa da, yəni bu tam zərurət ehtiva etməsə də əxlaqi cəhətdən zəruridir. Gəlin görək bu fərq sualımıza cavab verirmi? 1. Tanrı mövcuddursa və qüdrətli, tam yaxşı və müdrikdirsə, mümkün dünyalar içindən ən yaxşısını yaratmağı seçir ki, Tanrı mövcuddur və hər şeyə qadir, həmçinin də tam mərhəmət sahibidir. 3. Buna görə də Tanrı mümkün dünyaların ən yaxşısını yaratmağı seçir. Amma burada bir problem var ki, əgər 3 tam olaraq zəruridirsə, o zaman Tanrı bu kainatdan başqa bir kainat yarada bilməyəcəyi üçün bu etdiyi, bu atdığı addım tam olaraq azad iradəsindən kənarda və məcbur olaraq atılmış addımdır. Buna görə də Leibniz bunu tam zərurət olaraq deyil də əxlaqi zərurət olaraq görür. Amma məntiq qaydasına görə
əgər bizim iki öncülümüz tam zəruri olaraq ifadə edilirsə, o zaman məcburi olaraq da nəticə, yəni üçüncü tərəf də tam zəruri olmaq məcburiyyətindədir. Gəlin baxaq. 1. Tanrı mövcuddur və hər şey qadirdir, həmçinin mərhəmət sahibidir. Buna görə də ən yaxşısını yaratmağa məcburdur. Birinci arqument tam zərurətdir Leibnizin iddiasına görə. İkinci arqument Tanrı mövcuddur və həqiqətən də bu xüsusiyyətlərə sahibdir. Bu da tam zərurətdir. Əgər iki öncül tam zərurət olduğuna görə, bayaq da vurguladığım kimi, üçüncü öncül, yəni Tanrı mümkün ən yaxşı dünyanı yaratmağı seçir. İddiası da tam zərurət olmalı, yəni bundan başqa bir kainatın yarada bilinməyəcəyi anlamına gəlir. Leibnizin arqumentlərinə aşağı-yuxarı toxunduq. Gəlin görək Clark bu arqumentlə bağlı nələr deyir. Clarka görə zəka və iradə bir-birindən ayrılmalıdır. Zəka bir şeyləri edərkən onun ən yaxşı yolunu axtarmaq, iradə isə bu axtarılan ən yaxşı yolu edib etməmə azadlığıdır. Və Clarkın iddiasına görə Tanrının azadlığı məhz istəkdə yatır. Yəni Tanrı bir qərar, bir hökm verərkən bunu zərurət olaraq verir, yəni tam zərurət olaraq verir. Amma bu ən yaxşı addımı və ya düşüncəni edib etməməyi, yəni iradə məsələsi isə azad iradəyə bağlıdır. Gəlin görək bu arqument tam olaraq bizim suallarımıza cavab verirmi ya yox? Əgər P məntiqi olaraq Q-nü yaradırsa və Q eyni zamanda yalandırsa, bu zaman bir şəxsin P-ni reallaşdırma gücündə olması üçün Q-nü də reallaşdırma gücündə olması lazımdır. Tanrının pisliyi etməyi seçməsi onun yaxşı, yəni mükəmməl olmaması nəticəsinə gəlir. Amma Tanrının mükəmməl olmaması, ola bilməməsi bir yalandır. Əgər Tanrının pislik etməyi seçməsi onun gücü daxilindədirsə, o zaman mükəmməl olmamağı da gücü daxilində olmalıdır. Amma Tanrının mükəmməl olmamağı onun gücü daxilində deyil. Buna görə də Tanrını pislik etməyi seçməyə gücü yoxdur və Tanrı pislik etməməyi seçirsə, bu onun zərurətindən irəli gəlir, azadlığından yox. Gəlin bunu nümunə şəkildə izah edeyim ki, daha rahat tutaq ki, bir şəxs əlindəki açarla, yəni P ilə hər hansı bir qapını açma gücünə sahib olsun, amma bu qapı heç bir şəkildə açılmayan qapı olsun. Bu zaman əgər bir şəxs açarla qapını aça bilirsə, bu zaman qapı açılmağı da mümkün olmalıdır. Amma öncülümüzün şərtinə görə qapı açılmayan bir qapı olduğu üçün əslində həmin şəxsin açarla bu qapını açmağı da absurd məsələdir. Və eyni zamanda bu nümunəni paralelləşdirsək, Tanrı pisliyi etməməyi seçirsə, bu onun zərurətindən irəli gəlir. Əks halda, əgər belə bir azadlığı var idisə, o zaman onun mükəmməl olmamağı azadlığı da var idi ki, bu teistlərin öz arqumenti ilə, yəni Tanrının mükəmməl olması zəruri anlayışdır, iddiası ilə ziddiyyətə düşür. Bəli, Clarkın və Leibnizin arqumentlərinin şər arqumentini cavablamaqda o qədər də uğurlu olmadığını göstərə bildik. Ümidvaram ki, əgər bu arqumentlərlə bağlı hər hansı bir suallarınız varsa və yaxud da mənim üçün bu arqumentlər ciddi deyil, mənim daha yaxşı arqumentlərim var deyirsinizsə və yaxud da belə bir şəxslərin olduğunu düşünürsünüzsə, şərhlərdə qeyd edərək həmin şəxslərin arqumentlərində və yaxud da sizin suallarınızı da cevablaya bilərik. Aşağıdakı açıqlama hissəsində həm Instagram, həm də TikTok hesablarımı izləməyə alır və oradakı paylaşımlarımı, atdığım storylərdə tanış ola bilərsiniz.